Dünyada bir çox möhtəşəm yerlər, maraqlı mədəniyyətlər, kasıb ölkələr və varlı ölkələr var. Və mən bir çoxunu bunların gəzmişəm. Lakin bu gün sizlərə dünyanın ən maraqlı və ən gözəl ölkələrindən biri olan Tuvalu haqqında danışmaq istəyirəm. Tuvalu dünyanın ən ensiz ölkəsidir və bir müddət sonra ölkə bütünlüklə sular altında qalacaq. Çox yaxın zamanda bir ölkənin prezidenti çıxıb bir açıqlama vermişdi və bu açıqlama dünya mediasında özünə böyük yer tapmışdı. Prezident çıxıb sadəcə batırıq sözünü dedi. Bu batmaq iqtisadi bir batmaq deyildi. Ölkə həqiqətən batıb varlığını itirirdi. Ölkədə 11800 insan yaşayır və cəmi ildə 3000 turist gəlir. Yaxşı, biz bu sular altında qalacaq olan ölkə Tuvaluya getmək üçün nə etməliyik və nə qədər pul xərcləyəcəyik? Bakıdan təyyarəyə minirik. İlk öncə Azal ilə 7 saat 25 dəqiqə uçub Çinə gedirik. Çində 9 saat gözlədikdən sonra yenidən Air Çin təyyarəsinə minirik və 3 saat 25 dəqiqəlik uçuşla Tokyoya çatırıq. 2 saat 50 dəqiqə də orada gözlədikdən sonra yenidən düşürük yollara. Fiji Airways vasitəsilə Tokyodan 9 saatlıq uçuşla gedirik Nadiyə. Bəziləriniz deyirsiniz artıq çatdıq. Yox, hələ bura harasıdır. Nadidə bir gün gözlədikdən sonra yenə minirik təyyarəyə. 30 dəqiqəlik uçuşla gəlirik Suvaya. 1 saat da orada gözləyirik və sonunda 2 saat 35 dəqiqəlik uçuşla gedib çıxırıq Tuvaluya. Qiymət isə cəmi 2350 manatdır. Tuvalu Sakit Okeanda 9 mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil. Ancaq ölkənin yaxınlığında Kiribati, Fiji və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kvadrat kilometr ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Tuvalunun inzibati olaraq 7 ada və 1 şəhər bələdiyyəsinə malikdir. Ölkənin əhalisi natural kənd təsərrüfatı ilə məşğuldur. Adaların şoran torpağında yalnız kakos palması bitir. Balıq ehtiyatları Tuvalunun əsas təbii sərvətlərindəndir. Yerli kişilərin bir hissəsi xarici gəmilərdə matros kimi işləyir. Avstraliya onlara məskunlaşmaqları üçün torpaq verib, lakin insanlar hələ də evlərindən ayrılmaq istəmirlər. Tuvalunun ilk sakinlərinin Polineziyalılar olması bir çox insan tərəfindən qəbul edilir. Bu gün Tuvalu əhalisi 11818 nəfərdir və ölkənin əhalisi nisbətən homojendir. Əhalinin 96% etnik olaraq Tuvalulu hesab edilir. Ölkənin Tuvalu və ingilis dili olmaqla 2 rəsmi dili var və ingilis dili ən çox danışılan ikinci dildir. Və bu Tuvalunun keçmiş Britaniya müstəmləkəsi olması ilə bağlıdır. Gündəlik həyatda insanlar Tuvalu dilinə üstünlük verirlər və bütün dövlət sənədləri bu dildədir. Dünyada bu dildə 13 mindən çox danışan insan var. Çoğunluqla Nui xalqının istifadə etdiyi başqa bir dialekt də var. Bu Tuvalu dilinə çox oxşayan Kiribati dilidir. Son illərdə Tuvalu mədəniyyəti Qərb mədəniyyətindən təsirləndi, lakin yenə də özünə məxsusluğunun qorumağı bacardı. Rəqs etmək, əl işləri hazırlamaq, musiqi ilə məşğul olmaq yerli əhali üçün çox vacibdir. Tuvalu bütün Pasifikdə əl işləri ilə məşhurdur. Bəs onları hardan almaq olar? Əl işlərini hava limanının yaxınlığındakı Women's Handicraft Center'dan əldə edə və ya kiçik mağazalardan satın ala bilərsiniz. Bundan əlavə din vətəndaşlar üçün dəyərlidir. Bazar günləri kilsə və istirahət günləridir. Tuvalu ilə əlaqəli maraqlı faktlardan biri də qədim geyimlərinə qarşı çox həssas olmalarıdır. Tuvaluya səyahət planlaşdırırsınızsa bunu yadda saxlayın.
Üstəlik, ölkədə çox sayda festival keçirilmir. Amma qeyd edə biləcəyiniz bəzi bayram festivallar bunlardır. Yeni il günü, Bomba günü 23 apreldə, Tuvalu günü 1 oktyabrda və Siklon günüdür ki, 21 oktyabr. Bu ölkənin bayram və festivallarıdır. Ölkədə bir həbsxana var və orada cəmi 3 məhkum var. Maraqlısı da odur ki, həbsxanalarının qapısı açıqdır. Məhkumlar istədikləri vaxt çıxıb girə bilirlər. Tuvaluya səyahət zamanı yeməniz də gərəkən yeməklər var. Burada ən populyar qida plakadır. Tuvalunun rəsmi pul vahidi Tuvalu dollarıdır. Lakin bu müstəqil pul vahidi deyil. Hal-hazırda Avstraliya dolları bu adada geniş istifadə olunan valyutadır. Tuvaluya səyahət etmək qərarına gəlsəniz, yanınızda nağd pul, Avstraliya dolları olmalıdır. Təəssüf ki, ölkədə bankomat və ya kartlardan istifadə imkanları mövcud deyil. Pulunuzu Tuvalu Milli Bankında dəyişə bilərsiniz. Amma bu sizə baha başa gələcəkdir. Tuvalu ilə əlaqəli ən maraqlı faktlardan biri də burada mərkəzi bankın olmamasıdır. Tuvaluda qonaqlama üçün məhdud sayda yerlər var və onların arasında ən yaxşı rəy alanlardan bəziləri IC Lodge, Esvam Hotel, Warmasin Lodge, Filamona Hoteldir. Qiymət qaldığımız yerə və ya otaq səviyyəsinə görə dəyişir. Amma əksər hallarda 60 dollarla 200 Avstraliya dolları olur. Məsələn, Esvam Hoteldə 100 dollar üçün ikili, 75 dollar üçün isə təkli otaqlar təklif edilir. Ən populyar seçimlərdən biri isə 120 dollar üçün ikili otaqlar təklif edən Filamona Hoteldir. İnternet bağlantısı, yemək və digər imkanlar otellərin əksəriyyətində mövcuddur. Bundan əlavə tətil üçün ev də kirayəyə götürə bilərsiniz. Təəssüf ki, bu barədə internetdən məlumat tapmağınız çətin olacaq. Lakin əksər hallarda qiymətlər 10-70 ABŞ dolları arasında dəyişir. The Guardian-da yazır ki, adada sakit atmosfer hökm sürür. Sakinlər motosikletləri ilə ada yolları ilə sahilə çıxır. Günortalar hamaklarda yatırlar. Gecələr isə çimərliklərdə, tonqallarında balıq qızardırlar. Firuzəyi rəngli suların arasında sıx Hindistan cevizi ağacları ilə gür olan qumluqlar gündəlik orta temperaturdan 27-29 dərəcəlik temperaturdan həzz almaq üçün heyrətamiz fon yaradır. Tuvalu, Böyük Britaniya Birliyinin tərkibində müstəqil bir ada dövlətidir. Kraliça 2. Yelizaveta 1982-ci ildə Şahzadə Ulyarm və Kate Middleton isə 2012-ci ildə adanı ziyarət ediblər. Tuvalunun paytaxtı Funafutidir. Əhalinin təxminən 1/3 Funafutidə yerləşir. Tuvalunun bir milli komandası da var. Futbol üçün Dünya Futbol Federasiyasına başvurublar. Lakin bir stadionları olmadığı üçün stadionları Dünya Birliyinə, Futbol Birliyinə uyğun olmadığı üçün onları rəsmi bir milli komandası yoxdur. Gözəl ada ölkəsi iqlim dəyişikliyi ilə bağlı təsirlərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Adanın əsas problemi 1993-cü ildən bəri dəniz səviyyəsinin ildə 5 mm artmasıdır. Bu qlobal orta göstəricidən xeyli yüksəkdir. Duzlu su nazik torpağı zəhərləyir və məhsul yetişdirməyi çox çətinləşdirir və Tuvalular getdikcə bahalı idxaldan asılı edir. Dəniz səviyyəsinin qalxması ilə yanaşı temperaturun yüksəlməsi xalq üçün təhlükə yaradır. Mərcan atollarının və adalarının sahilləri eroziyaya məruz qalır. Onsuz da kiçik olan torpaqlar daralır. Yüksələn dəniz səviyyəsi, qasırğa və tufan dalğaları səbəbindən alçaq ölkədə daşqınlar artıb. Daşqınlar insanların evlərinə zərər verir və hava limanının uçuş-enmə zolağına girişi təhlükə altına alır. Videomuz bu qədər. Kanalımıza dəstək olmaq üçün videonu bəyənib kanala abunə ola bilərsiniz.
İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Rəy yazıb fikirlərinizi videoda bildirə də bilərsiniz.